Mədəniyyət, incəsənət xalqın özünü ifadə, düşüncə güzgüsüdür. İncəsənətin bir qolu olan teatrda bu xüsusda böyük rolə malikdir. O, bədii yaradıcılığın başqa növləri kimi gerçəkliyə əks etdirir. Teatrın tərəqqisi və yaxud tənəzzülü də cəmiyyətin mənəvi tələblərindən asılıdır. İrəvanda Azərbaycan Teatr Sənət Ocağının fəaliyyətə başlaması da orada yaşayan soydaşlarımızın mənəvi tərbiyəsindən asılı olub. Azərbaycanda, ümumiyyətlə müsəlman şərqində ilk teatr, Azərbaycan teatrı yaranandan cəmi 10 il sonra, yəni 1880-ci ildə İrəvan teatrı yarandı. Kazım Ziya, İsmail Dağıstanlı, Əli Zeynalov, Baxşı Qələndərli, Ətayə Əliyeva bu sənət ocağında çalışıblar. Hər teatrın həyata vəsiqə almasında ömrünü, gününü, gənclik enerjisini bu müqəddəs işə sərf edən insanlar olur. İrəvan Azərbaycan teatrının tarixi qədimdir söyləməyə də ehtiyac yoxdur. Çünki bugün onun 125 illiyi geniş şəkildə qeyd olunur. Bu teatr ümum Azərbaycan səhnəsinin ayrılmaz bir parçasıdır. Ümum Azərbaycan teatrının əsas köklərindən biridir. Mən İrəvan teatrı haqqında çox yazmışam və teatrda çalışdığım gənc yaşlarımdan bu teatrın tarixini mən dərindən öyrənmişəm və uzun illər işlədiyim kollektivə, xüsusilə ilk illərdə bu teatrın zəngin tarixini təlqin eləməyə çalışmışam, onlara izah eləməyə çalışmışam və ilk illərdə mənim başlıca arzularımdan biri buydu ki, mənim artıq rəhbərlik elədiyim İrəvan Azərbaycan Dövlət Dram Teatrını bu teatrın 30-cu illərin sonu, 40-cı illərin birinci yarısı səviyyəsinə qaldıra bilim və çox məmnunluq hissi ilə mən bunu bəri başdan qeyd eləmək istəyirəm ki, mən çalışdığım o illərdə gənc kollektivin gücündən, qüdrətindən istifadə eləyərək bu kollektivlə bir yerdə biz o səviyyədə qalxdıq və ondan da çox irəli biz gedə bildik. İləyət Oruzov gənc jurnalist kimi Sovet Ermənistan qəzetində fəaliyyət göstərirdi. Onu teatra rəhbər göndərdilər. Teatrda bir balaca anlaşılmazlıqlar yaranmışdı. İləyət müəllimin amma teatra direktor kimi göndərilməsi bu teatrda elə bir ki, yenidən böyük bir qüvvə özündə tapdı teatr və İləyət müəllimin özünün gəncliyi, sonra orada işləyən aktyorların gəncliyi, yaratmaq istəyi, yaratmaq yanğısı nəhəng əsərlərin tamaşaya çevrilməsinə səbəb oldu. Teatr öz uğurlu illərini, bəlkə mən deyərdim ki, o dövr üçün intibah dövrlərini yaşamağa başladı. Bir mən yox, bütün kollektiv canını qoyurdu teatrın tamaşaları üçün, gözəl tamaşaları alınması üçün, yaşaması üçün. Çünki biz bir növ cəbhədəydik axı. Düşmən içində öz mədəniyyətimizi saxlayırdıq. Əgər bir balaca pis olaydı, ya bir balaca belə də zəif əsər olsaydı, onların qıfıl əllərindəydi. O dəqiqə teatrı bağlamağa hazırlaşırdılar. Təsəvvürün ki, biz o şəraitdə işləyirdik. Sevda, gələcəm qızım. Hə, tez gələcəyəm. Yaxşı, sağ ol. Qaynar qızıydı. Gərək şahı gətirmiş olaydı. Valla sizə dəf olar, mən tutmam. Nə əziyyət? Şah da darıxır sənin üçün, sən də darıxırsan onun üçün. Nə əziyyət? BBC rayonda telefonçu işləyir. Tez onu laflara gətirib. Elə dəstəyi götürür ki, 5 şəhəri. Səhər sən baş həkimin yanındaydın. Biz Sevda ilə o qədər danışmışıq ki, deyir ki, bazar günü çoxlu qonaqlarımız gelir. Həkimlərin əlinə yaxa tutara bilsəm olacaq. Sevdanın ad günüdür. Doğrudan. Hə, hər il yaxşı keçirəm ki, atasının yoxluğunu hiss eləməsin. Görək bu il necə. Sevda məni də qaynar. Çağırıb gedək Zərfə xala. Zərfə xala. Mənə bir yaxşılıq edin, hə? Nə yaxşı? Çalışın, mən buradan tez çıxım gedim, nə olar? Sən sağalandan sonra səni bir saat da burada saxlamayacaq. Lap arxaydı.
1988-ci ilin fevralından İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları Ermənistanı türklərdən təmizləməli, Ermənistan yalnız ermənilər üçündür kimi şüarlar irəli sürürdülər. Həmin bu hadisələr İrəvan Dövlət Azərbaycan Dram Teatrından da yan keçmədi. Hamıya məlum olan Azərbaycanlıların deportasiya, yəni olunması siyasəti başladı və İrəvan teatrı oradan deportasiya olundu. Bu zaman aktyorlar artıq dağılmışdı. Bakı şəhərində hansı aktyorun kimin qohumununda, kim hansı ünvanda yaşayıb, bu məlum deyil. Biz çox çətinliklə bunları bir yerə yığa bildik, onları toplaya bildik müəyyən qismini. Amma orası çox maraqlıydı ki, biz orada İrəvan teatrının və İrəvan şəhərində işlədiyi dövrdə işləyən aktyorlardan Tamilla Abdullayevanı, Şamil Dəmirçiyevi, Elmira İsmailovanı, Əli Quliyevi, Süleyman Nəcəfovu, Telli Məmmədovanı, Ramiz Məşədiyevi, bu cür aktyorlar və bir neçəsini biz burada tapa bildik və onlarla eyni vaxtda bu teatrın 3-cü həyatı deyək, Bakı şəhərində bərpasına nail olduq. Sonra da köçdük deportasiya ilə əlaqədarında əlbəttə şəxsən mən öz tamaşaçılarımı itirdim. Əlbəttə, indi orada biz işləyəndə bizim heç birimizi qiymətləndirməmişdilər. Nə olsun, yaxşı işləyirdik. Amma heç birimizi qiymətləndirmirdilər. Bura gələndən sonra mən özüm əməkdarlığa təqdim elədilər, mən aldım. Yəni, Azərbaycan dövləti mənim qiymətimi verdi. Burada başladıq işləməyə. Çətinliklə, əlbəttə, danışanlar danışdı ki, biz necə çətinliklə, sağ olsun, hamısı kömək elədilər. Bütün demək olar ki, Mədəniyyət Nazirliyi də, istər yuxarı təşkilatlarda hamısı bu teatrın yaşaması üçün çox böyük köməklik elədilər. Əlbəttə, o çox böyük işidir. Çünki biz bir dənə mədəniyyət ocağını gətirə bildik oradan. Bir dənə nişanəsi odur. Ələsgər dədə, dağlarda təklənən qəbrinə qurban, bədi gəldi bizlərə bu vaxt, bu bədə, göz, bu da zamanlı səbrinə qurban. Qınama bizləri, qınama ustad, zaman bərk gəldi, göz açmağa vaxt olmadı. Duman bərk gəldi. Aktı seli, aktı qarı, səmti döndü bizə sarı. Zulüm kəssin zulümkarı. Yaman bərk gəldi. Ölüm oldu, itim oldu, atalılar yetim oldu. Müxənnətdən bir him oldu. Tufan bərk gəldi. 88-ci ildə deportasiya olunan teatr, daha doğrusu qastrola göndərildi və qastroldan geri qaytarılması qadağan olundu. Bütün bazasını itirmiş, texniki imkanlardan əli çıxmış teatrın aktyorları öz istedadlarını götürüb Azərbaycana, Bakı şəhərinə pənah gətirdilər və dərhal cənab Polad Bülbüloğlu'nun diqqətini çəkdi. O vaxt teatrda sərəncamçı direktor vəzifəsində işləyən, indi nazir müavini kimi fəaliyyət göstərir, Ədalət Vəliyevə tapşırıq verildi. Çevik şəkildə teatrın fəaliyyəti tənzimləndi. Akademi Milli Dram Teatrının nəzdində teatr studiya kimi fəaliyyətə başladı. Abşeron rayon mədəniyyət evində məskunlaşdı. Onu qeyd edim ki, həmin dövr teatrın həqiqətən çətin bir dövr idi. Yenidən burada tam şəkildə bazası əlindən alınmış teatr kimi fəaliyyətə başladı. Amma kollektiv çox uğurla fəaliyyətlərini qura bildilər və nəhayətdə bugün 125 illik yubiley keçiriləcək səviyyəyə qədər bir ömür keçdi. Doğulan gündən bu teatrın öz evi olmuyor. Heç vaxt olmuyor. Və bu teatrın bəlkə də ən ağrılı, yaradıcılıq nöqteyi nəzərindən ona mane olan ən böyük maneədir. Amma buna baxmayaraq bu teatr yaşayır. Və bu çox həddindən artıq həm ağrılıdır, həm bu
kollektivə çox böyük hörmət gətirir. Yəni, bütün heç nəyə baxmayaraq yaşamaq haqqı, yaşamaq istəyi, yaşamaq uğrunda mübarizə bəlkə də bu teatrın bir nömrəli qabiliyyətidir, amalıdır. Teatrın səhnəsində uzun illər çox böyük aktyorlar çalışıb, çox böyük rejissorlar çalışıb. Teatr çox böyük, şərəfli və qüdrətli bir yaradıcılıq yolu keçib. Yəni, bunlar artıq tarixdir, bunları mənim deməyim sadəcə olaraq həqiqətin özü bir daha təkrar etməkdən başqa bir şey deyil. Bugün teatrın özünün 125 illiyi yubileyi ərəfəsindədir. Kollektiv bu yubileyə çox böyük əzmlə, çox böyük həvəslə və çox böyük istəklə hazırlaşır. Və mən belə hesab edirəm ki, bu kollektivin bu cür yubileyi, belə qədim bir yubileyi keçirmək haqqı var və bəlkə 125 ildən sonra bunun balaca bir daxması oldu. Özünün bir daxması oldu və o özünün bundan sonraki həyatını öz daxmasında yaşamaq haqqı qazandı. Və bir də mənim bir arzum var. Mən həmin evin İrəvanda da olmağını istəyirəm. Və çox istəyirəm ki, bu öz doğulduğu vətənində, öz doğulduğu torpağında, qədim Azərbaycan torpağında özünün evini tiksin və həmin illəri ki, orada yaşayıb və çox böyük şərəflə yaşayıb, həmin ömrü orada da davam elətdirsin. Və biz də bundan fəxr duyaq. Mən bütün o illəri, 16 il gecə, gündüz, hərəsər İrəvan, Azərbaycan teatrına həsr elədim. Onun demək olar yenidən yaranmasına həsr elədim. Onun formalaşmasına həsr elədim. Onun yüksək, profesional bir teatr kimi, teatr statusu, teatr imici qazanmasına həsr elədim. İndi mən o illərə çox məmnunluqla baxıram, çox məmnuniyyətlə xatırlayıram o illəri. Orada işlədiyim insanları, aktyorları, aktrisaları, rejissorları, hətta tamaşaçıları. Bilirsiniz, biz orada mümkün olmayan şeyləri həyata keçirdik. Bir məşhur erməni rejissoru var idi, Hrasiya Qaplanyan. Bu SSR xalq artisti idi, SSR Ali Sovetinin deputatı idi, Ermənistan Teatr Cəmiyyətinin sədri idi və ilaxır. Bu gəldi teatra mükafat təqdim eləməyə, teatrın aldığı növbəti mükafatlardan birin gəldi təqdim eləməyə. Bu gördü teatrın vəziyyətin, bazasın, son dərəcədə məhdud, hətta acınacaqlı və ilaxır. Əlbəttə bu tamaşalara baxmışdı şəhərdə, başqa teatrların səhnələrində, o tamaşalar haqqında fikir demişdi, xoş fikir demişdi, hətta yazmışdı da, kitablarda var onun rəyləri. Ancaq teatrın belə çətin şəraitdə fəaliyyətini mən ona düzdür demişdim və mən çox adama demişdim, hamıya demişdim. Amma bunun bu gəlib öz gözləri ilə görəndə bu heyrətləndi. Dedi, siz dekabristlərsiniz. Bizim kəmərlər nəzri gəldi əmindir. Necəsən qızım? Çox sağ olun. Qəfəsdəki bülbül kimi. Bura bu, Qarabçay çolaqlarırsan? Elədir. Zəhmət olmasa gör, aram məşğul et, deyə atın çal. Hə, diplom məsələsi nə oldu? Gətirdilər? Yox ayam, hələ tapılır. Mən sənə nə deyirdim? Demədim ki, göstəriş verib 5-də gözünü sarsınlar. Sən nə danışırsan əmi? Doğrudan. Buyur. Buyur qızım, bu da diplomun üzü. Çox sağ ol əmim, mən sənə minnətdaram. Ay qızım, nə minnətdarlıq, borcumuzdur. Əmin sağ olsun, diplomun üzünü gətirir. Gətirir? Gətirirəm də, buyur. Çox sağ ol əzəm. Təşəkkür edirəm. Nə yaxşı görmüşsən aşağı, çox sağ ol. Qızım, elə valla gəlmişdim səni görməyə, sən də yaxşı, maşallah. Xafifəm olun. Gəzlərim, mənə başlayın.
Gençlərlə əlaqədə akademiyada işim çoxdur. Qaynar. Mən də zəncəşərik, o xeyir işini məsləhətləşək. Oldu? Gəldilər məni bağışlayın, tələf. Salamat. Çətinliklər var. O vaxt da var idi, indi də var. O vaxtın çətinlikləri o idi ki, mamır basmış bir 2 mərtəbəli balaca bir daxmaya bənzəyən köhnə bina. Yalnız o binanın içərisində çox böyük incəsənət ürəkləri vururdu. Onlardan biri olan elə bizim rəhbərimiz Hidayət müəllimin. Onun sayəsində biz çox püxtələşdik. Çox əziyyətlər çəkirdik. Lakin bütün bu əziyyətlərə dözə-dözə biz yenə də öz incəsənətimizi, öz incəsənət ocağımızı həmişə üstün tuturduq. Mən artıq 3 ilə yaxındır ki, bu teatrda çalışıram. Əvvəllər də bu teatrın tamaşalarına baxmışdım, çox bəyənmişdim. Və ürəyimdən keçirdi ki, bu teatrın səhnəsində aktrisa kimi çalışım və özümdə qərar verdim, gəldim. Teatrın rəhbərliyi sağ olsun İftixar müəllim məni teatra, truppaya qəbul etdi. Artıq 3 ilə yaxındır ki, bu səhnədə, gördüyünüz bir səhnədə bir çox rollarda oynamışam. Oynadığım böyük rollar da olub, kiçik rollar da olub. Ən əsası olub ki, mən çox tanınmış Respublikanın tanınmış rejissorlarla işləmişəm. Bəhram Osmanovla, Nərain Fərzəlibəyevlə, Vaqif Əsədovla. Hər bir rejissordan nə isə öyrənmişəm. Buna görə özümü çox xoşbəxt sayıram. Bir çox əsərlərdə baş rollarda oynamışam. Mərhum dramaturqumuz İlyas Əfəndiyevin 2 əsərində, Məhv olmuş gündəliklərdə Anjel, onu da bilmirəm də Nərmin kimi baş rolların qəhrəmanı olmuşam. Bir çox əsərlərdə oynamışam və fəxr edirəm ki, bu truppada işləyirəm, bu teatrın aktrisasıyam, çox fəxr duyuram özümdə. Yok hay baba. Kakasın özünü de görmeyecek. Atamla anam. Zorla anamlar. Nerede? Şahbala. Zəhrim var. Uşaqdan gitsin iş tutursan. Ay, elə iş görmə. Elə iş görmək biabır olar da. Hər də düzəlmişdi hər işimiz, bir dənə qalmışdı saqqal darar. Hər dövrün, hər zamananın öz siyasəti var. Nə dedi? Arba da siyasətlə alırlar. Bəs nə bilirsən? Əlbəttə. Bilməmişdim. Afərin sizə. Kişi, deyirəm kəndinə bax qardirsən. Buna bakayım. Babam indi gel. Kendi kardeşine gibi sorsun. Tabii. Açıq, çıkıyorsun sağa. Atanın çok güzel. Dilimize ne değil? Ay oğlum. Elə birazdan. Birazdan gelirsin.
deyəcəm baba. Bilirsən başqa ki, səhərdən akşama kimi işləyərdi, yorulmaq nədir bilmirdi. İndi işləyirəm bir 5-10 saat işləməmiş bir də görsən, elə bir yoruldum. Babam yok, yok. Yok. Yenə bir doktora gedib görüb, nə var, nə yok. Ay çok. Özdə necə? Baş beynimizdə aparacaq. Sən atladın da, nə yapasın? Get başımdan. Nə şu kəndlərə baxmayırsan? Mən buna belə tərbiyə verməmişdim, ama bunu var dövlət o vəzifə. Bunu cızığından çıxarım. Ama Altayam, sənin elədiğə dözməliyəm. Yadından çıxartma Şahbalı oğlan. Sabah baba bu iş ilə oğlum uşağı səni eləyəndə içimdən canadır. Razı dözməli olacaqsan onda. Qədim tarixi ənənələri olan, yəni keçmə-keçli, çətin də olsa 125 yaşını yəni qeyd edən bu teatrda işləmə mənim üçün fəxarətlidir. Çünki bu sənət ocağı bir sıra görkəmli sənətkarlar yetişdirib və burada gedən əsərlərdə mən də yəni artıq 3 ildir ki, 4-cü ilə keçib bu teatrın kollektivi ilə birgə çalışıram, işləyirəm və bundan fəxr duyuram. Çünki bizim respublikamızda pənah gətirmiş bu teatra, yəni azacıq da olsa yardım əlimi uzada bilirəmsə, onun səhnəsində, əsərlərdə çıxış eləyirəmsə, bu kollektivin zəhmətinə, yəni bütün yaradıcılığına qaynayıb qarışmışamsa, mən özümü xoşbəxt sayıram. Ay bak, ay qadama, ay xanım, ay burada oturup bize fikir vermeyen kız, nesini mesele diyenler, benim familiyam Elif Musa'dadır. Bu ne mektubu? Bu ne mektubu diye gitsin bana ağzımdır, başımdan bu ne mektubu? Olmaz ki, olmaz. Ay yok, bir de geçen olmaz, ay yok. Geçen olmaz, profesör Elif Musa'dadır. Hiçbir zaman Elef'e olmaz. Hanısı müdürünüz? Ne diyordu sizin familyanız? Profesör Elif Musa'da. Bu mənim İrəvan teatrında tamaşaya qoyduğum sadəcə 3-cü əsərdir. İlk əsərim Anarın Telefon Gecələri əsəri olub. İkinci əsər İlyas Əfəndiyevin Məhv olmuş gündəliklər. Bu dəfə də mənim payıma dəvət olunmuş rejissor kimi Elçin müəllimin, Elçin Əfəndiyevin Boş şöbəsində xəyal əsəri düşdü. Bu əsəri mən çox şadam ki, teatrın yubiley ərəfəsində, yəni 125 illik ərəfəsində qoyuruq. Demək olar ki, məşqlərin yarısı gedib, hardasa təxminən bir 15 günə tamamlama işləri olacaq, yəni musiqilər yazılır. Əsər yəni hamıya tanışdır, çox gözəl bir əsərlərdən biridir. Əsərin yazılma tarixi hardasa bir 30 il əvvələ gedir. Azərbaycan teatrlarında bu əsəri çox qoyublar, görkəmli aktyorlar oynayıb, Boş şöbəsində xəyal əsərində Elçin Əfəndiyevin gözəl əsərlərindən biridir. Aktyor üçün böyük imkanlar açan əsərlərindən biridir. Öz fabulasına görə, süjet xəttinə görə biraz da mürəkkəb əsərdir. Amma əsərdə olan lirik, romantik deməli, səhnələr ki var, yəni bunlar istər aktyora, istər də rejissor üçün böyük imkanlar açır. Yəni hərə buradan, necə deyərlər belə, öz ləzzətini götürür. Bu baxımdan əsəri bir daha müraciət edəndə görürsən ki, çox maraqlı bir şeylər açılır əsərdə. Mən ümumiyyətlə bu əsəri traktovka edirəm, tənhalıq haqqında bir əsər kimi traktovka edirəm. Əgər obrazlara fikir versək, yəni buradakı elə bir obraz yoxdur ki, o tənhalıq hissini yaşamasın. Elə bil ki, düzdür, müəllif yazıb burada Ədilə obrazı bu tənhalıqdan çıxmaq istəyir, amma əslinə baxanda burada 7-8 personaj var, bunlar hamısı bu tənhalıqdan yaxa qurtarmaq istəyirlər. Bu yaşadıqları cəmiyyətdə şübhəsiz ki, cəmiyyət o dövrün cəmiyyəti nəzərdə tutulur. Bu cəmiyyətdə sıxıldıqlarına görə, həyat tərzlərini qura bilmədiklərinə görə, yəni bu dar bir çərçivəyə sığa bilmədiklərinə görə bu cəmiyyətdən deməli çıxmaq istəyirlər. Bu elə ki, həbsxanadan çıxmaq istəyirlər. Ən çox da yəni əsərin baş qəhrəmanı Ədilə obrazı, çox maraqlı obrazı müəllif tərəfindən atılıb. Burada da teatrın aktrisalarından Elnarə xanım oynayır bu obrazı. Çox yaxşı da oynayır. Əsərdə xalq artisti Arif Quliyev məşğuldur. Yəni mənə həmişə
xoşdur ki, Arif Quliyevlə işləmək, bu teatrın aktyorudur. Və eləcə də Vaqif Kərimov, Süleyman Nəcəfov kimi aktyorlar bu tamaşada oynayırlar. Mən yenə deyirəm ki, mən şadam ki, hər dəfə İrəvan teatrına dəvət alıram və mən üçün xoşdur ki, bu teatrla gələcəkdə də ünsiyyətimi bağlayayım və gözəl-gözəl tamaşalar meydana çıxardaq. Mamçıqa qoy bircə dəfə maç eləyim də, nə olar? Yaxşı Mamçıqa, bizimki qalsın geciyə, Mamçıqa. Sigaret. Zərərdə axı Mamçıqa, sən təvzülmüş azad bir sigaret. Çəkmə bir də, yaxşı, ziyandır Mamçıqa. Hə Mamçıqa. Təvzülmüş azad bir sigaret, yaxşı. Sən mənim canım azad, yaxşı Mamçıqa. Yəni tez gəlmişlər, barıqmısan, hə Mamçıqa? Mən də tez gəlindim ki, bir şey hazırlayayım, işdən qaydan kimi əlqaf eləyəsən. Eyb yox, mən indi hazırlayaram. Buna çamadan mı Mamçıqa? Dəcəlsən. Mamçıqa, yəqin indidən hazırlaşırsan, həqdir orada Mamçıqa, hə? Gəsən bir dənə maç eləyim. Hara gedirsən Mamçıqa? Mən özümə xəyal etmək istəyirəm, başa düşürsən özümə. Axı nə üçün biz birbirimizi sevmədiyimiz halda, sözümüz səhərdən axşama kimi birbirimizin yanında olmalıyıq, yanına birbirimizin üzrə gülməliyik, ki yüzümüzü yeməməliyik, nə üçün? Yox Mamçıqa, biz yox sən. Mən. Mamçıqa, sən. Mən də anlayırsan. Biz ayrılmalıyıq. Yox Mamçıqa. Bir balaca mənəvi hüququmuz olsun deyə ayrılmalıyıq. Yox. Başa düşürsən. Sən də bilməliysən. Necə salmayın Mamçıqa? Bəs sən mənə niyə ərə gəlirdin Mamçıqa? İndə məni bədbəxt edirsən, hə? Niyə? Sən mənim kimsən inşallah gəlsən, Xəlil. Ərəb sənə dolayı qüdriyyət vədələr hələ çoxdur. Hə, ala bilərəm. Ona görə 4 ildən sonra məni atıb gedəcəklər, hə? Məsələ tək səndə deyil, Xəlil, məsələ tək səndə deyil, başa düşürsən. Mən səni nə pislik eləmişəm, Mamçıqa? Nə pislik eləmişəm? Mamçıqa, həmişə sənin dediyin kimi oturub durmuşam, həmişə sənin qayğına qalmışam. Axı bir dəfə də aramızda söz olmuyub, Mamçıqa. Yox, Mamçıqa, nə istəyirsən eləyərəm, Mamçıqa. Hər şey eləyərəm, Mamçıqa. Sən bundan xəbərin yoxdur, indiyənə kimi gizlətmişəm hamıdan. Əmanət kasasında 4750 manatını var, Mamçıqa. İndə istəyirsə qoy çamadanla, qoyuram çamadanla. Yox, qoymaram, Mamçıqa. Qoymaram, Mamçıqa. Qoymaram, mən başı iş deyiliyim, Mamçıqa. Cavab. Yoxsa başqa bir adamım var. Yox, qoymaram, Mamçıqa. Qoymaram. İstəyirsən səni 7 gün evə gəlmə, Mamçıqa, qoymaram. İstər repertuar baxımından, istərsə də yeni nəfəsli kadrların yaradıcılıq prosesinə dəvəti İrəvan teatrında özünə məxsus abu-hava yaradır. Kolon, göndərsiz bir adam. Neynirsən təqdirdir? Hə? Neynirsən təqdirdir? Axmalı bir...
işləri kişilər görmür. Amma sən mənə boğma da yaxşı. Boğma. Deməli belə, burada yoxdur. Burada da yoxdur. Bu 88-in datayəsidir. Bu 73-dən qalır. 66. Yox deşin, apatır kimi qalır. Heç də yox. Sözün doğrusu, hal-hazırda kollektivimiz çox böyük ümidlə 125 yaşı olan bir məbədin evsiz qalmayacağına möhtərəm prezidentimizdən çox böyük ümidlə gözləmə mövqeyindədir və inanırıq ki, hər halda 125 yaşımızın və fəaliyyətimizin uğurunun dəyəri olaraq biz evsiz qalmayacağıq. Buna böyük ümidlə gözləmə mövqeyindəyik. Mənim əsərlərim başqa teatrlarda da gedir. Milli Akademik Dram Teatrında bu dünyanın adamları artıq 115 dəfədən çox oynanılır. Azərbaycanın çox qüdrətli sənətkarları orada orada oynayırlar, iştirak edirlər. Rus teatrında və başqa teatrlarda mənim əsərlərim gedir. Ancaq mən minnətdaram o teatra. Mənim Məhəbbət Yaşayır Hələnin də 30 il bundan qabaq qoyulan tamaşa, bugün onun mizanları mənim gözlərimin qabağındadır. O aktyorlar mənim gözlərimin qabağındadır. Mən minnətdaram o teatra. Teatr məbəddir. Bunu əbəs yerə söyləməyiblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bu məbədlərdən biridir. Erməni millətçiliyinə qarşı illərlə sinə gərən Azərbaycan teatrını yaşadan, onlarla sənətçinin yetişməsində layiqli məktəb olan bu qocaman məbəd sabahımıza üzü ağ tarix kimi gedir. İrəvan teatrı bildiyiniz kimi uzun və çox ağrılı və çox şərəfli bir yol keçir. Məni bir şey həmişə düşündürür. Axı nə üçün bu teatr bu qədər əzaba dözdü? Və necə oldu dözdü? Bir çox teatrlar bildiyiniz kimi bağlandı və sonra bir daha açılmadı. Amma İrəvan teatrı bütün taleyinin ona bəxş elədiyi çətinlikləri adlayıb keçərək yaşadı və bu gün də yaşayır.